Was your confidence stemming from understanding that your grappling skills were on different level? Deyir ki, sənə birincisi təbrik eləyir. Deyir, biz əslində dünənlərin press konferansada və ümumiyyətcə döyüşləri analiz eləyəndə sənin rəqibi daha avantajlı, daha üstün fikirləşirdi və elə bilirdi döyüşü o aparacaq. Amma sən bugün əksini sübut elədin bura gələn və izləyənlərə və bizə. Və sən mənə bir dənə soruşur ki, denən, bu üstünlüyü sağlamaqda sən bu özüvə inamın, güləşində olan təcrübəndir, orada olan talantındır, orada olan biliyindir, yoxsa nəyin hesabına sən bugün belə qələbə əldə elədin? Bu döyüşün talihi bizim üçün çox məlum idi. Yəni biz döyüşü qəbul edirik. Biz deyəndə mənsiz müəllim qəbul eləmişdi döyüşü. Mən gəldim, müəllim mənə dedi, döyüş qəbul eləmişəm, sonra gedirik 27-si Gürcüstanda vuruşmağa. Bugün 27-si sentyabr, yəni bizim şəhidlərin anın günüdür. Mən döyüşümü, Allah rəhmət eləsin şəhidlərimizə, döyüşümü şəhidlərimizə həsr edirəm. Qazilərimizə də Allah canı sağlığı versin. Sonra nə deyə bilərəm? Yəni məlum idi döyüşün talihi. Məlum idi. Mən burada çox sağ ol deyirəm, mənim müəllim məşqçim Ruslan Məmməd Həsənov. Mən daha da böyük zirvələrə qaldıracağam inşallah. Əlimdən gələni öldü var, verdi yoxdur. He's saying that he was very confident in his preparation. He, as you can even see now, he's very calm. He was very confident in his victory. He's very confident in the way his preparation is going and in his skill set. He knew that he was going to win. He had zero doubt. And he also wants to honor this win in the honor of the soldiers that died in Azerbaijan, to the soldiers and people that got injured, that went to war. And he's honoring this win to Azerbaijan and to our flag and to our government. And he's also thanking you guys for the organization for giving him the responsibility of the main event. And I hope that we delivered, and I hope that he hopes that he has a fight of the night bonus at least, or at least the submission of the night is guaranteed.